Bravo. Çinarə Mütəllibova, əməkdar artist, Müslüm Ağamayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının artisti. Təşəkkür edirik Çinarə xanım və təsadüfi deyil ki, elə söhbətimizin bu əsnasında bu gözəl məbədin, sənət ocağının 90 illik yaşı ilə bağlı, xüsusilə bu 9-10 illiklər ərzində gördüyü, ərsəyə gətirdiyi fəaliyyəti haqqında, yaradıcılığı haqqında, orada yaratdığı o möhtəşəm klassika ilə müasirliyin vəhdətindən söhbət açacağıq. Elə bu münasibətlə bir kollektivin bir kiçik üzvü bugün proqramımızın qonağıdır. Elə söhbətimizə də Ayla Kərimova, Zəkəriyyə Müslüm Ağamayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru ilə davam etdirəcəyik. Xoş gəlmişsiniz. Sabahınız xeyir. Sabahınız xeyir. Təbrik edirik ilk əvvəl. Təşəkkürümü bildirirəm verilişinizə dəvət etdiyiniz üçün və ümumiyyətlə bütün tamaşaçıları ürəkdən salamlayıram. Bildiyiniz kimi, bəli, bu il Müslüm Ağamayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının 90 illik yubileyi qeyd olunur və bu əlamətdar tarix münasibəti ilə filarmoniyada bir sıra tədbirlər, yerli və xarici layihələr və beynəlxalq müsabiqələr, festivallar hazırlanır. Kollektivlərimiz hazırda bu yubiley ili çərçivəsində gözəl, maraqlı musiqi proqramları hazırlayırlar və düşünürəm ki, yaxın gələcəkdə dinləyicilərə biz bunları təqdim edə biləcəyik. Nə kimi konsertlərdir? Biraz detallı, əslində afişalardan biz bunu görürük və bir çox qastrol səfərində olan kollektivlər, xarici ifaçılar, tez-tez qonağımız olur. İstəyirəm ki, bu barədə daha ətraflı danışasınız. Ümumiyyətlə, filarmoniya çox böyük və zəngin ənənələrə malik bir sənət ocağıdır və biz filarmoniya olaraq hər zaman dinləyiciləri düşünürük. Hazırda filarmoniyada 8 kollektiv fəaliyyət göstərir və bu kollektivlər öz müxtəlif maraqlı konsert proqramları ilə mütəmadi olaraq dinləyicilər qarşısında həm filarmoniyanın səhnəsində, həm mədəniyyət günlərində, bölgələrdə, işğaldan azad olunmuş torpaqlarda, xarici ölkələrdə mütəmadi olaraq çıxışlar edirlər və bölgələrdən söhbət gəlmişkən, mən burada xüsusi bir layihəni qeyd etmək istərdim. Bu il çox əlamətdar bir ildir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə çox iri miqyaslı bir layihəyə imza atılıb və bizim bütün kollektivlərimiz bu layihədə iştirak edir. Çox sevindirici haldır. Bölgələrdə, regionlarda konsert proqramları ilə kollektivlərimiz çıxış edir və bir ay bundan öncə bizim İki ana kollektivimiz, aparıcı kollektiv Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellası, xalq artisti, dirijor Yalçın Adgözəlovun rəhbərliyi altında Gəncədə filarmoniyada çıxış etdilər. Bu çox gözəl, maraqlı proqramla və tamaşaçılardan da çox gözəl rəylər biz eşitdik. Ayla xanım, bayaq adını çəkdiyiniz layihənin nəsillərin dialoqu adlı layihədir, yoxsa fərqli? O fərqli layihədir və bu ayda bizim Xızıda bizim konsertimiz var. Deməli, Azərbaycan Dövlət Kvarteti orada çıxış edəcək və yaxın aylarda Qəbələ, Şəki, Səbrabad, Şamaxı və digər bölgələrdə də kollektivlərimiz çıxış edəcək. Siz dediyiniz... Bəli, ənənə halı alınıb və çox gözəl bir layihədir. Digər layihə Nəsillərin Dialoqu layihəsi. Bu, Akademik Filarmoniyanın və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə baş tutan bir layihədir. Burada pedaqoq, şagird, müəllim və tələbənin bir dialoqu baş verir. Yaradıcı tandemi səhnədə görürük. Bu da gənc ifaçılara düşünürəm ki, çox böyük bir motivasiyadır. Əlbəttə, söz. Nə gözəl. Yay ayları ilə bağlı yəqin ki, keçirilən bir neçə festivallar var. Festivallar, tədbirlər. Bəli, yayda biz yay festivalı düşünürük. Filarmoniyanın yay zalında müxtəlif kollektivlərimizlə və yayın ilk əvvəlində bilirsiniz ki, 1 iyun beynəlxalq uşaqların beynəlxalq müdafiəsi günüdür və uşaq filarmoniyası ilə Azərbaycan Dövlət Akademik Filarmoniyası əlbəttə ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı dəstəyi ilə belə bir gözəl beynəlxalq festivalımız var. Uşaqların dünyası və bir həftəyə artıq start veriləcək afişalarımıza, Instagram səhifəmiz yaradılır. Yəni hazırda bu proses güclü iş gedir, iş prosesi. Hansı çıxışlar olacaq? Bunu ifadan sonra biləcəyik daha ətraflı. Nurlan Abdullayeva, Müslüm Ağamayev adına Azərbaycan
Azərbaycan Dövlət Akademik Filarmoniyasının artisti bizə gözəl bir ifa nümunəsi təqdim edəcək. Dinləyək. Alışıb yanıram məhəbbət oduna, nə olar bir can məni sal yadına. Sənsiz mən bir heçəm, qəlbimi üzürgəm, üzürgəm. Hər günüm, hər gecəm bağlıdır adına, adına sevgilim. Gəl seyredək bağı çəməni, çiçeğe bürüyüm seni, gel gidelim ey yar. Senden özge kimsem yoktu, gel durna kimi bahar vakti, gel gel eşkimin ezel bəxti, gel gel sevgilim gel. Senden özge kimsem yoktu, gel durna kimi bahar vakti, gel gel eşkimin ezel bəxti, gel gel sevgilim gel. Ulduzlar semada parlayıp yanarlar, durnalar, durnalar göllere konarlar. Eşkim bir durnadır, o konmak isteyir, isteyir. Eşkim bir ulduzdur, ulduzdur, o yanmak isteyir, isteyir sevgilim. Gel seyrede bağı çəməni, seyredey yar, gül çiçeğe bürüyüm seni, gel gidey ey yar. Senden özge kimsem yoktu, gel durna kimi bahar vakti, gel gel eşkimin ezel bəxti, gel gel sevgilim gel. Senden özge kimsem yoktu, gel durna kimi bahar vakti, gel gel eşkimin ezel bəxti, gel gel sevgilim gel. Möhtəşəm, təşəkkür edirik Nurlan xanım, minnətdarıq. Nurlan Abdullayeva, Müslüm Ağamayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının artisti, onun ifasında gözəl bir klasik nümunəni eşitdik. Ümumiyyətlə, filarmoniya elə bir məkandır ki, o Azərbaycan musiqi mədəniyyətində həm klasik musiqinin, həm bəstəkar mahnılarının, həm də gözəl orkestrin ifasında bir çox nümunələrin carçısı və təbliğatçısıdır. Bəli. Bu təkcə Azərbaycan auditoriyası deyil, dünya xalqlarını da özünə cəlb edən bir məkandır. Və sözsüz ki, auditoriyanı genişləndirmək üçün müasir dövrdə müxtəlif vasitələrdən istifadə olunur. Məhz filarmoniya öz təbliğ, təşviq işini genişləndirmək üçün hansı vasitələrdən istifadə edir Ayla xanım? Gözəl sualdır. Konsertlərimizə daha geniş auditoriyaya çatdırılması üçün filarmoniyanın bir çox sosial şəbəkələri var. Deməli, YouTube və Instagram kanalları çox aktiv fəaliyyət göstərir və elə bir insanlar olur ki, konsertlərə iştirak edə bilmirlər, imkanı yoxdur müəyyən səbəblərə. Deməli, bizim YouTube kanalımız çox dərhal tədbirdən sonra video çarxlar işlənilir və ora aktiv olaraq yerləşdirilir və siz özünüz də abunə ola bilərsiniz YouTube kanalımıza. Əgər konsertlərimizi izləmək istəyirsinizsə, konsertimizin, tədbirimizin səhərsi günü artıq bizim tədbirlərimiz orada yüklənilir və düşünürəm ki, bu da filarmoniyanın fəaliyyətini, ümumiyyətlə konsertlərimizlə yaxından tanış olmaq, kollektivlərimizin maraqlı və rəngarəng konsert proqramlarını dinləmək çox böyük və yəni təkcə Azərbaycan auditoriyası üçün deyil, xarici insanlar, vətəndaşlar da, yəni burada filarmoniyanın işi, fəaliyyəti haqqında maraqlanır bilərlər. Və əsas məsələlərdən biri yeni kadrların cəlb olunmasıdır. Bu, təbii ki, həm auditoriya baxımından, auditoriyanın cəlbi baxımından, eyni zamanda da bir sağlam rəqabətin formalaşması baxımından düşünürəm ki, çox vacib məqamdır və filarmoniyamızda da bu kimi yeniliklər də var. Bəli, bu il filarmoniyada ümumiyyətlə 2025-26-cı il konsert mövsümündə çox yeniliklər oldu və bu kollektivlərdən söhbət açdıq. Burada qeyd etmək istərdim. Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinə yeni dirijor təyin olundu. Əməkdar artist, deməli Eyyub Quliyev. Digər
digər kollektivimizə, deməli, Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının da dirijoru, deməli, Mustafa Aşurov. Xanım, onların da tədbiri gözlənilir aprel ayında. Bəli, onların tədbirləri artıq bir neçə konsertlər baş tutub. Onlar çox yeni və gözəl, maraqlı konsertlər üzərində işləyirlər. Sizi də dəvət edirik. Mütləq, çünki kollektivin üzvləri 90 illik yubileyi ilə bağlı bizim proqramımızda olmuşdu. Aprelin 23-ü saat 19-da Filarmoniyada, yəni kollektivin konserti təşkil olunacaq. Biletlər də artıq satılıb. Əslində böyük bir kollektivdir, rəqs kollektivi və digər sizin musiqi kollektivləriniz var, xalq çalğı alətləri. Bəli, xalq çalğı alətləri. Ümumiyyətlə, bu il, deməli, 2026-cı il Filarmoniya üçün çox önəmli bir ildir. Nəinki, yəni, Akademik Filarmoniyanın 90 illik yubileyi qeyd olunur, həm də iki kollektivimizin də yubileyidir. Ana kollektiv, aparıcı kollektivlərimizdən biri Azərbaycan Dövlət Xor Kapellasının 60 illik yubileyidir və əməkdar kollektiv Fikrət Əmirov adına Azərbaycan Mahnı və Rəqs Ansamblında 90 illik yubileyidir. Siz dediyiniz xalq çalğı alətləri orkestrdə o kollektivin tərkibindədir və 2026-cı ildə bir önəmli hadisəni də qeyd etmək istərdim. Bu çox tarixi bir hadisədir. Deməli, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Paşa Holdinqin birgə deməli təşəbbüsü və təşkilatçılığı ilə Avstriyanın çox məşhur bir deməli şirkəti Düsseldorfer şirkətindən 2 konsert royalı bizə hədiyyə olundu və martın 14-ü Filarmoniyanın səhnəsində bu royalların təqdimatı oldu. Bu çox tarixi bir hadisədir və qürur vericidir. Xarici qonaqların Filarmoniyada xüsusilə konsert verməsi, bu barədə də istəyirəm onların o Filarmoniyamıza olan o heyranlığı, diqqəti. Bəli, ümumiyyətlə Filarmoniya, deməli, biz Filarmoniya olaraq dinləyiciləri, tamaşaçıları hər zaman düşünürük və əlbəttə ki, mütəmadi olaraq, deməli, xaricdən məşhur ansambllar, dirijor, solistlər dəvət olunur və elə dünən Filarmoniyanın səhnəsində Türkiyənin məşhur piano ifaçısı Gülsün Onay, xalq artisti, professor, deməli, Yeganə Axundova piano ifaçısı ilə birgə yaradıcı tandemi təqdim etdi. Bakı Dövlət Kamera Orkestri ilə əməkdar artist, dirijor Fuad İbrahimovun rəhbərliyi altında. Filarmoniyanın, ümumiyyətlə, məkanın özü o qədər unikaldır ki, sadəcə nəzərə alsaq ki, bizim korifeylərin səsi, o artıq divarlara hopur. O möhtəşəm ifaları biz, xüsusilə də Şövkət xanım Ələkbərovanın o gözəl səsində Filarmoniyanın divarları arasında o möhtəşəm ifaları, Gülağa Məmmədovun ifasını və bizim digər klassiklərin ifaları hər zaman diqqət çəkib. Burada təkcə Azərbaycan deyil, dünya klassiklərinin də əsərləri səslənir və elə binanın özünün unikal formada bir inşa olunması ötən əsrin ən gözəl nümunələrindən biridir və düşünürük ki, bundan sonra da hətta gənc nəslin musiqiçilərinin, vokalçıların belə orada müsabiqələrinin təşkil olunması, musiqi gecələri. Bülbül adına vokalçıların beynəlxalq müsabiqəsi hər zaman 2 ildən bir, artıq neçə illərdir ki, Filarmoniyanın səhnəsində baş tutur. Bəli. Nə gözəl. Aliyə xanım, təşəkkür edirik. Çox sağ olun. Təşəkkür edirik. Uğurlar arzu edirik. Təbrik edirik bir daha. Çox sağ olun. Biz də sizi dəvət edirik öz yubileyimizə, konsertlərimizə. Təşəkkür edirik. Çox sağ olun. Və bizim sonuncu ifaçımız olacaq. Xanəndə Müslüm Ağamayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının artisti Vəfa Orucova. Onun ifasını dinləyəcəyik. Xoş gəlmişsiniz, sabahınız xeyir olsun Vəfa xanım. Sabahınız. Buyurun.